Salamlayırıq hörmətli tamaşaçılar sizi. Bugün qonağım bildiyiniz kimi bir çox insanların hal-hazırda danışdığı insan, Azərbaycanda əksər insanların hal-hazırda danışdığı insan, Facebookda, sosial şəbəkələrdə, Instagramda hər kəs bu xanım haqqında danışır. Bizə də maraqlıdır ki, mənə də yazırdılar Facebookda və digər yerlərdə ünvanıma yazırdılar ki, həmin xanımı tap və bizə bir video müsahibə şəklində təqdim elə. Mən də tapdım və Maral xanım, Maral Tahir qızı. Bax, indi onun özünü görəcəksiniz. Buyurun, özünü təqdim edin, necə sizi təqdim eləmək xoşdursa. Maral Tahir qızı. Mən sizlərə çox sağ ol deyirəm, təşəkkürümü bildirirəm ki, yəni maraqlanmışsınız, yəni məndən intervyu götürürsünüz, sağ olun. Maral xanım, bizim tamaşaçılarınız, həm də deyirsiniz ki, mənim tamaşaçılarım bir çox dilli ölkələrdən. Mən Azərbaycan səviyyəsində yox, bütün dünyada tanınıram da, düzdür? Yox, mən deyə bilmərəm ki, məsəl üçün neçə milyardla dünyada əhali var, mən deyə bilmərəm ki, mənlə onlar hamısı tanıyır. Yəni, mənim saytimə daxil olanlar var. Sayt deyərkən, biraz yaxına gəlir. Sayt deyərkən... Yəni, mənim səhifəmə daxil olanlar var, yəni. Sizin Facebook səhifəniz var, düzdür? Bəli, bəli, Google səhifəsi də var, Google'də də varam. Facebook səhifəsində varam. Mail.ru-da varam, amma bir qədər onu istifadə eləmirəm. Ümumiyyətlə, bu sosial şəbəkələrdən necəsiniz? Hətta görürsünüz, sizi tanıyanlar da var, buradan əl işarəsi eləyirlər. Bu sosial şəbəkələrdən sonra sizi şəhərdə, ya digər hər hansı bir yerdə necə tanıyırlar? Vallahi biraz bilsən, sosial şəbəkədə görməklə canlı görmək biraz tanımaq çətin olur. Bəzən olur. Yəni sosial şəbəkədən də əvvəl olub mən harasa getmişəm, deyirlər mən sizi elə bir haradasa görmüşəm. Mənə bunu çox deyirlər. Nəsə bizə tanış gəlirsən, sizi haradansa tanıyırıq. Mənə gələ onlar televiziyadan tanıyırlar. Televiziyada çıxmışam yəni. Nə dərəcədə zarafatdır, nə dərəcədə doğru? Mənə ingiliscə də yazan olur. Olub, mənə də çox yazır. İngiliscə yazanlar var, ərəbcə yazanlar var. Ona görə də mən salamlamaq istəyirəm. Hi to all everybody who watched my program. My guest is the world singer, the popular singer is Maral Tahir qızı. She's very amazing. She's very best singer, really. Siz ingiliscə bilirsiniz? Yox, mən ingiliscə bilmirəm. Bəzi sözləri başa düşürəm, yəni. Olur, öyrənirəm, sonra yadımdan çıxır. Yəni ki, öyrənirsən, rus dili necə? Rus dilini də bilirəm, yəni. Ata qardaş müəllim vardı, o tərçalan. Dedi, Maral xanım, bəs adı nədir? Mən sənə bir söz deyim, qulağında sırğı ilə saxla, mənim sözümü yadımdan çıxartma. Dedi, mənim tarımın altından bütün müğənnilər keçib. Şu məsələdir, Yox, dedi, yəni o ibtidai müəllimlər ilə, müğənnilər elə bir ki, dərsə başlayan müğənnilər oradan gəlib keçir, yəni. Dedi, sənin səsindən mənim tarımın altından səs keçməyibdir. Dedi, sən bütün müğənnilərin kürəyini yerə vuracaqsın. Mən dedim, qardaş müəllim, elə demək ki, yəni düşmən artıra bilərəm. Siz özünüzü dünyanın ən zil səsinə malik müğənnisi hesab edirsiniz. Bu nə dərəcədə doğrudur? Bilirsən, mənim səsim çox vaxt tonları keçir. Tonlar var da, 6 ton səs var. Belə deyək də, Whitney Houston tanıyırsınız? Yox, mən yalan deyərəm, mən onu tanımıram, yəni. Mən bilmirəm onun nə qədər səsi var. Ola bilər, onun da səsi olsun. Whitney Houston'un 5-6 oktava səsi var. Bəs Maral Tahir qızının neçə səsi var? Yəni, mənim 6 oktavaya çatan səsim var, onu da keçir, yəni. Bəzən keçir. Belə demək var mı onda? Onda razılaşaq ki, Maral Tahir qızı bugün Whitney Houston'dan daha yaxşı oxuyur. Yox, mən onu tanımıram, onun özünə görə üslubu var. Demək olmaz ki, gözəl bir müğənnisə də, gözəl bir səs tonuna malikdirsə də, mən ona deyəmmərəm ki, mən səndən yaxşı oxuyuram. Onun öz stili var, mənim də öz stilim var. Onun öz tamaşaçısı ola bilər, mənim də öz tamaşaçım olar, elə deyilmi? Belə deyək də, dünya ulduzlarından kimləri tanıyırsınız? Dünya müğənnilərindən, ulduzlarından. Bilirsiniz ki, dünyada, Avropada ən çox məşhur olan Michael Jackson olubdur. Michael Jackson deyək də, o tanınır. Bəs Rihanna'nı, Shakiran'ı, J-Lo'nu, necə onları tanıyırsınız? Tanıyıram, yəni. Onlar mənim Google'də dostluğumda da var. Hətta, baba açıqlandı. Şakira da var, ondan Madonna var, o aktrisa, o da var. Baxın da belə hörmətli tamaşaçılar, Madonna'dır, Lady Gaga'dır, Rihanna'dır. Bunlar hamısı sizdə dostdurlar sizlə. Dostluq da var, yəni. Danışırsınız o mütəmadi yoxsa? Mənə məktublar gəlir, mən o vaxt çox vaxt mənim vaxtım olmur, o məktubları aça bilmirəm. Hətta? Məktubları açmağa vaxtım olmur. Bax, Azərbaycanımızın belə bir ulduzu var ki,
Lady Gaga'dan, Madonna'dan məktublar gəlsə də o məktublar Mən açıq. Bu yaxınlarda belə bir açıqlamanız olub ki, veb saytlardan birinə Mark Zuckerberg'dən duet təklifi gəlib sizə. Nəsə belə bir söhbət olub? Vallahi mən onu oxumamışam. Yox, sizin saytında məqalənizi oxudum. Bəs Mark Zuckerberg mənə duet təklifi göndərsə mən oxuyaram. Nəsə belə bir şey. Dedim son mahnılarına baxmışam. Yox, mən ona elə bir izahat verməmişəm. Yaxşı, belə deyək. Balzac tanıyırsınız? Yox, Victor Hugo necə? yox, tanımıram. Kimin əsərlərini oxuyursunuz? Əsərlərini, yəni bizim mən öz dilimizdə yəni əsərlər oxuyuram yəni. Yaxşı, bəs belə deyək də, bu gün Maral Tahir qızı Azərbaycanı Eurovisionda təmsil etmək istəyər. Məsələn üçün indi 2014-cü il Eurovision ola biləcək. Nədən istəməyim ki? Yəni iddialısınız siz bu istiqamətdə. Əlbəttə ki, mən bu sənət mənim içimdədir, daxili aləmdədir. Yəni içimdən gələn bir böyük bir səs var, böyük bir qüvvə var. Yaxşı, hansı mahnı ilə Eurovisionda təmsil edə bilərsiniz bizim milləti, xalqımızı? Love I got you back to you, a свой дом без хавию, сонтум сентум саенту, вон хаверинни аведай, love, 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 hayar çaya bin vaçinge, zayno hayn. Ne dilləri bu? Ne Asya love İngilizce yani o. İngilis dilini mən bilirəm, belə sözləri yoxdur. O Lena vardı, Alman kızı, Germaniya kızı. Almanca olar. Hə, olubsan Alman dilində oxuyub, yəni İngiliscə oxuyurlar da, Eurovisionda oxunan mahnıdır, yəni bu. Bugün Tarkanla duet oxumaq istəyirsiniz, türk müğənnisi? Baxarıq alınarsa da, alınarsa da. Yəni belə bir təklif gəlsə, qəbul edərsiniz? Baxaram yəni. Yəni normal bir mən müasir geyimə pis baxmıram. Yəni plyaj paltarında mən çıxmaram səhnəyə. Onu biləsiniz. Yəni müasir geyinərəm, amma plyaj paltarında düzünü. Yəni ki, çimərlik geyimində Maral xanım çıxmaz. Yaxşı, belə bir şey deyək. Son zamanlar ən çox gündəmdə olan, danışılan mövzu Maral Tahir qızının şəkilləridir. Hansı ki, çox qeyri-adi şəkilləri var. Onları siz özünüz düzəldirsiniz, Photoshop proqramı ilə düzəldirsiniz, yoxsa nə ilə düzəldirsiniz? Yox, mən elə şəkil elə çəkdirmişəm. Şəkillərlə çəkdirirsiniz. Elə çəkdirmişəm yəni. Adətən sizin şəkillər çəmənlikdə, məndən otların arasında, marallarla, ceyranlarla olur. Mən yəni sevirəm, yəni təbiəti sevənəm. Bəzi heyvanlara da böyük bir hörmətim var. Onu da Allah, bilirsiniz, maral çox maraldır, ceyrandır, ahudur. Bunlar adı nədir? Allahın sevdiyi heyvanlardır. Şəkilləriniz çox qınaq obyektinə çevrilir də. Deyirlər ki, şəkillərdə biraz nə bilim bayağılıq var, nə bilim şəkillərdə Photoshopla düzəldilib. Buna münasibət bildirərdiniz. Siz maraqlıdır mənə. Vallahi adı nədir? Photoshopla nəyə görə Photoshopla düzəlsin ki? Mənim yəni özünüz görürsüz, yəni mənim özüm görürsüz özünüz. Yəni bir fərq var. Yaxşı, əlinizdə çox vaxt bir də şəkilinizdə Quran var əlinizdə. Bu nədir? Bizim milli şou biznesə xeyir dua verirsiniz bundan, yoxsa necə? Yox. Mən Qurani-Kərimi oxuyuram. Qurani-Kərimdə, yəni onun Azərbaycan dilində olan tərcüməsidir. Biraz yəni düzgün gəlmir də siz makyajda, bu halda açıq başla əlinizdə Quran, yəni gəlin real danışaq. Bu gün Maral Tahir qızı, mən burada bir demək istəyirəm bizim əcnəbi tamaşaçılarda, Maral it's mean dear. Dear is not Maral. This is not she. She is not dear. Okay, that's cool. That's perfect. Okay, deməli danışırıq nədən? Gəlin real danışaq. Bugün Maral Tahir qızının Avropada, dünyada, yəni şansları nə qədərdir ki, Maral Tahir qızı bugün çıxsın, təmsil eləsin? Mənim o səs imkanım var. Səs imkanım var. Prosta mənim sadəcə olaraq dünyaya çıxmaq imkanımı mənə bunu təşkil eləmək lazımdır. Yəni dünyaya bugün sizə köməklik olunsa, dünyaya çıxmağa köməklik olsa, siz o performansı göstərə bilərsinizmi? O Şakiranın, Ceylonun çıxdığı səhnədə? Əlbəttə ki, göstərərəm. Mən milli janrımıza uyğun mən böyük bir performans göstərərəm. Yəni mənim içimdən gəlir. İçimdən nəsə gəlirsə də, onu mən tamaşaçıya istədiyim cürə çatdıra bilərəm. Maral Tahir qızı bugün Cristiano Ronaldonu, Lionel Messini tanıyır? Yox, vallahi mən onları yalan deyərəm yəni. Yəni o məşhurları mən tanıyıram. Ronaldo sizin üçün məşhur sayılmır? Vallahi bizim o qədər mən reklamını eşitmək görməmişəm. Yaxşı, Ronaldo'dan oxumaq istərdiniz? Mən onu görməmişəm yəni. Tanımırsınız. Messi? Vallahi onu da tanımıram. Mən çox Türkiyə müğənnilərinə yəni dinləyirəm. Çünki Türklərdən kimi dinləyirsiniz? Mənim maraqlıdır. Mən məsəl üçün Zəki Müren'i çox sevirəm. Yenilərdən Zəki Müren. Orhan Gəncəbaydı, gözəl yəni səsli. Bugün Sibel Canan meydan oxuya bilərsinizmi?
Nəyə görə yəni adı nədir? Sibelcan nəsə meydan oxuya bilir, mən meydan oxuya bilməyim. Nəyə görə ki, yəni? Yəni nə sahə, nədir yəni mane olan ki, mənə Sibelcan meydan oxuya bilsin, mən meydan oxuya bilməyim. Selfie bilirsiniz nədir? Yox. Selfie. Yox. O, insan özünü çəkirsə, belə bu selfie sayılır da. Elə olur da sizinlə. Mən başa düşmürəm, özünü reklam eləyirsə, onu deyirsən, yox. Özünü reklam, özünü çəkən, yəni öz çəkim selfie sayılır bu. İnsan özünü çəkməsi. Bəli. Mən yəni müsbət baxmıram. İnsan özünü çəkməməlidir. Niyə? İnsan sadə olmalıdır. İnsan bir-birini anlamalıdır. Nəyə görə kimsə səndən bir söz soruşursa, sən özünü çəkib ona cavab qaytarmamalısan. Yəni ki, selfieyə də pis baxırsınız. Yəni belə demək olar da bu günlər bizim web saytlarımız, informasiya agentliklərimiz izləyir. Sabah xəbər yaza bilərlər ki, Maral Tayqızı selfini bəyənmədi. Yox, ola bilsin ki, elə adam var ki, mən onu yəni görürəm həyatda, yəni heç kəsin işi yoxdur, heç kəsə qarışmır, yəni o elə həyat istəyir. Bax, gördüyünüz kimi son bir ayın ən çox danışılan siması Facebookda və digər sosial şəbəkələrdə aləmi bir-birinə vuran Maral Tayqızını məhz mənə olan müraciətlər əsasında tapdım, çıxartdım. Baxın, video şəklində gördünüz Maral Tayqızı haqqında. Baxdınız, izlədiniz, yəni ki, bizdən bu qədər hələlik. Sonda gəl bir selfie çəkək. Maral Tayqızı selfie, yəni adətən belə çəkilir. Bax belə.